dəryanın üzərində bir çöp kimi qalmısan. Bilmirsən nə baş verəcək və necə eləyim, mən indi nə edeyim, nə tər eləyim? Bir insan həyatında bu vəziyyətə düşsə ki, nə edim, nə cür edim, bu sualı özünə versə, o durumu yaşasa, belə duruma düşən insanlara siz nə tövsiyə eləyərdiniz? Mən özüm o duruma düşmüşəm. Baxmayaraq ki, Vaqif Səmədoğlu'nun sözü olmasın deyir, biz optimist nəslin bir nümayəndəsiyik. Amma olur da, yəni həyatda elə anlar, məqamlar olur, bilmirsən ki, çıxış yolunu tapa bilmirsən. Qalmısan. Belə də söz var, deyir ki, dəryanın üzərində bir çöp kimi qalmısan. Bilmirsən nə baş verəcək və necə eləyim, mən indi nə edeyim, nə tər eləyim? Bu şeydən keçdiyim üçün bir məsləhət eləyim. Əgər kimsə bu duruma düşsə, sadəcə olaraq heç nə düşünməsin, heç nə fikirləşməsin, bağlansın Allaha. Desin ki, Allahım, hər şeyi həll eləyərsən. Nədir odur? Qəbullamaq lazımdır, barışmaq lazımdır. Yəni düşdüyün situasiyadan çıxmaq yolları var, var. Məsələn, qalmısan, necə eləyim, nətər eləyim? Gedim, məsələn, vurum, yıxım, dağıdım, sındırım. Gedim, açım, boşuna buraxım. Çoxdur belə ceistələr, eləyə bilərsən. Amma ən yaxşı variant, dayanmaq, sakit dayanmaq. Allahım, mən demirəm, necə eləyim, nətər eləyim. Hər şey verirəm sənin ixtiyarına. Hər şey də düzələcək. Hər şey düzələcək. Çünki vaxt zaman. Sən istəsən də, istəməsən də, necə buyurur Allah Teala, hamısı elə olacaq. Mən bir şeyə inanıram ki, biz öz başına deyilik. Bu da mənim təcrübəmdən irəli gəlir. Bəzi məqamlarda elə qəribə hisslər keçirtmişəm, özüm də indiyə kimi anlaya bilmirəm ki, o nə idi ki, sən o şeyə qulaq asıb, məsələn, bu addımı attın. Halbuki onu elə bir ki, mənə deyirdilər. Hissiyatım mənə deyirdi. Və o hissiyata inanıb da, Allaha sığınıb da, bütün problemləri həll eləmək olar. Çünki bizi yönəldən var.